Salam, hər vaxtınız xeyir olsun. Bugün mən manna və ya irmikdən necə peçenya hazırlayıram, onu sizlərlə resepti bölüşəcəm. Görürsünüz, içərisi çox gözəl alınıbdır. Yumşaqlığını da sizə göstərirəm. Heç də xəmirdən bişirilən peçenyadan fərqlənmir. Keçirdim hazırlanma qaydasını. Əvvəlcə 250 qram şəkər götürmüşəm. Şəkərin üzərinə bir paket vanilin əlavə edirəm və 3 yumurtanı qırıram, bura əlavə edirəm. 3 yumurtanı da əlavə etdikdən sonra şəkər, vanilin və yumurtanı bir-birinə qarışdırıram. Yaxşı qarışdırdıqdan sonra bura 200 ml duru yağ əlavə edirəm. Onu da qarışdırdıqdan sonra üzərinə 150 ml süd əlavə edirəm. Südün faizindən asılı olmayaraq necə süd istəyirsinizsə əlavə edə bilərsiniz. Daha sonra üzərinə 200 ml smetan əlavə edirəm. Smetan da yenə faizindən asılı olmayaraq hansı smetandan istifadə istəyirsinizsə əlavə edə bilərsiniz. Smetanın yerinə qatıqdan da istifadə etmək olar. 1 stəkan qatıq götürə bilərsiniz. Daha sonra kütləni tam qarışdırdıqdan sonra bura 1 stəkan manna əlavə edirəm və qarışdırıram topa şəklində olmasın deyə. Daha sonra yenə 200 ml 1 stəkan manna əlavə edirəm. Bu qədər manna bəsdir. Toplamda 2 stəkan, yəni 400 qram mannadan istifadə etdim. Duruluğunu görürsünüz, bu şəkildə olmalıdır. Və qoyuruq mütləq 30 dəqiqə manna şişməlidir burada. 30 dəqiqədən sonra sizə göstərirəm. Görürsünüz necə şişibdir manna və kütlə də biraz qatılaşıbdır. İndi isə davam edirəm xəmiri yoğurmağa. Əvvəlcə 1 stəkan un əlavə edirəm, 200 qram. Üzərinə 1 paket qabartma tozu əlavə edirəm, bağışlayın. Daha sonra yenə 1 stəkan, yəni 200 qram un əlavə edirəm. Spatula vasitəsilə qarışdırıram. Üzərinə yarım çay qaşığı soda, onu da üzərinə alma sirkəsi əlavə edirəm. Alma sirkəsini əlavə etməkdə məqsədim sodanın tamının gəlməməsidir. Ki, sodanın tamı gəlməsin. Bu şəkildə əvvəlcə spatula vasitəsilə qarışdırıram və biraz xəmirin duru olduğunu görürəm. Üzərinə yenə də hardasa 100 qram, yəni yarım stəkan un əlavə edirəm. Yarım stəkan un əlavə etdikdən sonra da bu dəfə başlayıram əlimlə xəmiri yoğurmağa. Xəmir ələ yapışmalı və yumşaq bir xəmir olmalıdır. Bu şəkildə görürsünüz, belə yoğururam. Tam un xəmirə həll olana qədər yoğururam və tam hazır olduqdan sonra əlimi yağlayıram duru yağla. Mandalin və ya mandalindən kiçik şəkildə kündələr götürürəm. Əlimin içərisində yuvarlayıram, üzərindən biraz yastılayıram və qoyuram soba qabına. Ələ yapışası xəmir olduğuna görə və əlimizi mütləq duru yağla yağlamaq lazımdır. Əgər qatı edəriksə, onda peçenyelər bərk alınır. Ona görə də mütləq xəmir belə yumşaq şəkildə olmalıdır. Və hamısını bir boyda etdikdən sonra soba qabına yığıram. Soba qabına yığdıqdan sonra üzərini əlim vasitəsilə yastılayıram. Bunu mütləq etmək lazımdır. Yastılayıb qurtardıqdan sonra isə üzərinə mən orta hissəsinə fındıqlar düzdüm. Siz istəsəniz qozdan və ya badamdan da istifadə edə bilərsiniz. O baxır sizin arzunuza. Hamısının üzərini fındıq düzdükdən sonra göndərirəm sobaya. Hardasa 30-40 dəqiqə bişir. Bu baxır hər kəsin özünün sobasının firmasına. Ona görə də 180 dərəcədə üzəri bu şəkildə qızarana qədər bişirin. Mən üzərinə şokolad belə etdim və çox gözəl də alındı. İzlədiyinizə görə təşəkkür edirəm və kanala abunə olmağı yadınızdan çıxarmayın.